Mən Cavadov Tural, Uşu idman növü üzrə 2 qat dünya, 2 qat Avropa çempionuyam. Özüm 1988-ci ildə Azərbaycanın gözəl güşəsi olan Qarabağın Ağdam rayonundan anadan olmuşam. İdmana həvəsim uşaqlıqdan var. Sözüncü böyüklərə baxıb bu idmana gəlmişəm. Yəni əmim idmançı olub, atam idmanla məşğul olub vaxtı ilə. Düzdür, onların bu idmanda müəyyən nəticələri olmasa da, şükür Allaha bugünkü gündə mənim nailiyyətlərim var. Düzdür, mən bu nailiyyətlərlə kifayətlənmirəm. İnşallah gələcəkdə öz uğurlarımı daha da yüksəklərə qaldırmaq fikrim var. – 2014-cü ildə mart 19-da ailə həyatı qurdum. Təbii ki, özüm görmüşəm, sevmişəm. Şükür Allaha valideynlər də, böyüklərimiz də, ağsaqqallarımız da bu işə xeyir dua verib, yəni razılıq veriblər. Ailəmlə birlikdə çox xoşbəxtəm. Şükür Allaha bugünkü gündə Allahın bizə ən gözəl nemətini verib, şirin bala verib, bir qız övladı verib. Hal-hazırda 2 aylıq da həmin uşaq. Qeybət sevən insan deyiləm. Kişi qeybət etməz. Kişiyə yaraşan bir xasiyyət deyil qeybət etmək. Vaxtın daha səmərəli istifadə eləsələr, müəyyən bir əyləncələrəmi, müəyyən bir elməmi, idmanamı daha meylin göstərsələr məncə daha yaxşı olar. Qeybətdən danışırıq indi. Mən elə vaxtlar olub ki, mənim haqqımda məsələn danışıblar, gedib çıxmışam üstünə, bir kəlmə demişəm ki, kimin sözü varsa mənim üzümə desin. Qeybət insanlar arasında nifaq salan bir haldır. İnsanlar arasında nifaq salırsansa özü bir günahdır. İnsan özünə nəzarət eləməlidir ki, mən bugünkü gündə kiminsə arxasınca qeybət eləməyim, arxasınca danışmayım. Qadınlarda ola bilər, yəni bu əvvəldən, tarixdən belə bir şeylər var ki, məsələn, qadınlarda yola vermək olur. Ancaq kişilərdə mən demək istəyirəm ki, kimsə kiminsə arxasınca danışmasın, kimsə kiminsə pis vəziyyətdə qoymasın. Xoşbəxtlik insanın öz əlindədir. Düzgün yolda olmaq lazımdır ki, insan xoşbəxt olsun.